16.09.2025-ci il Mingəçevir Şəhər Kanal İdarəsinin Abonentlərlə Şöbəsinin şöbələrçi Babayev evinin Dostluq Şadlıq Sarayında qeyri-əhali obyektinə baxış keçirilən zaman bu stol buradadır, kötük buradadır. Burada bir dənə belə bir xətt daşlarlanır. İdarənin sədri, idarənin rəhbəri Elmar müəllimlə 2 dəfə, 3 dəfə gecə gəlmiş, yoxlamışıq. Heç nə aşkar olunmadı. Bunların nəzarəti idarəsinin əməkdaşlarından birlikdə baxış keçirdik. Obyektə baxdıq, təzyiq buradadır. Deməli, sayğacın yanına gedirik. Sayğacın bax, giriş ventili budur, bağlıdır. Çıxış ventili bağlıdır. Çıxış ventili bağlıdır. Bu da çıxış ventili bağlıdır. Sayğacın nömrəsi 282 335. Bulon nömrəsi Y 597 774. Sayğacı hal-hazırda işləmir, amma konada su gəlir. Bu da sayğacın çənləridir. 2 dənə çıxışlardır, ikisi də bağlıdır. Bax, həmin çənlərdir, sayğacdan çıxışlardır. Bunlar bağlıdır. Bu da böyle bir çəndir. Çənlərin iki çıxışı da bağlıdır. İndi gedirik suyun yanına. Müəllim, şuradan gəlir. Bir dənə aç. Su deyib, baba gəlir, görürsünüz on su gəlir. Deməli, buradan şah vasitəsinə taxırlar, səni gecələr doldururlar. Su buradan gəlir. Sayğac nömrəsini dedim, bəli. Hələ, kodunu dinə. 600-219. Göstərici 253 kubdur. Borunun diametri D20'likdir. Abonentin kodu da 640-219. Qanunsuz istifadə aşkarlandı. Akt tərtib olunub dəymiş ziyanla. Obyektin su təchizatı tərəfimizdən dayandırıldı. Bax, bu boyda çən illərdir dolur, bax burayla. Neçə dəfə dediyimiz kimi 70 tona yaxın çəndir. Həmişə idarə müdüründən gəlib gecələr yoxlamışıq, tuta bilməmişik. İndi isə aşkarlandı.